Xoş gördük. 12 mart 2025-ci il sizinlə mən Razi Abbas bəydir. Azərbaycan Respublikasının ərazisində Bolt şirkəti kütləvi şəkildə taksi sürücülərini bloklamağa başlayıb. Buna səbəb həmin sürücülərin təlim sertifikatlarının olmaması göstərilir. Bildirilir ki, təlim sertifikatı olmayanlar və yaxud da uyğunsuzluq aşkar edilən sürücülər bloklanıb və onların tətbiqə daxil olması məhdudlaşdırılıb. Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşınmaların tənzimlənməsi üzrə normativ hüquqi aktlara dair hazırlıq keçməlidirlər. Məhz bu tələb Azərbaycan Respublikası tərəfindən Bolt şirkəti qarşısında qoyulub. Bu tələblərə cavab verməyən sürücülər isə bugündən, yəni 12 mart 2025-ci ildən etibarən bloklanmağa və taksi fəaliyyəti ilə məşğul olmasına maneələr yaradılmağa başlayıb.